Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzularımızdan biri sadə və mürəkkəb cümlə. Sadə cümlə nədir? Mürəkkəb cümlə nədir? Sadə cümlə, cümlənin bir qrammatik əsası olan cümlələr sadə cümlə hesab olunur. Qrammatik əsas dedikdə nə nəzərdə tutulur? Qrammatik əsas dedikdə mübtəda və xəbər nəzərdə tutulur. Yəni, bir mübtədası və xəbəri olan cümlələrə sadə cümlələr deyilir. Demək, nə oldu? Bir mübtədası və xəbəri olan cümlələrə sadə cümlə deyilir. Sadə cümlə nədir? Mən şəhərə getdim. Nə etdim? Getdim. Kim getdi? Mən. Bir mübtəda və xəbər var. Sadə cümlə hesab olunacaq. Nə etdi? Tanıdı. Kim tanıdı? O. Mübtəda və xəbər. Mübtəda, xəbəri var. Demək ki, cümlənin qrammatik əsası dedikdə nə nəzərdə tutulur? Cümlənin qrammatik əsası dedikdə mübtəda və xəbər nəzərdə tutulur. Mübtədası və xəbəri olan cümlələr sadə cümlə hesab olunur. Mürəkkəb cümlə nədir? İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsinə mürəkkəb cümlə deyilir. Mən əsasən belə yazıram o düsturu. Deyirəm ki, sadə cümlə plus sadə cümlə bərabərdir mürəkkəb cümlə. Demək, mürəkkəb cümlə olması üçün nə olmalıdır? Bir sadə cümlə, üzərinə gəlsin bir sadə cümlə bərabərdir mürəkkəb cümlə. Nə deməkdir? Sadə cümlə nə oldu? Mübtədası və xəbəri olan cümlə. Demək, mübtəda plus xəbər, burada da mübtəda plus və xəbər bərabərdir nə? Mürəkkəb cümlə. Demək, hər bir sadə cümlənin öz mübtəda və xəbəri olmalıdır. Bu sadə cümlənin öz mübtəda xəbəri olmalıdır. Bu sadə cümlənin öz mübtəda xəbəri olarsa ona nə adlanır? Mürəkkəb cümlə adlanır. Mürəkkəb cümlə iki yerə bölünür. Tabisiz mürəkkəb cümlə və tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə haqqında inşallah gələn dərslərimizdə ətraflı məlumat verəcəm. Bugünkü mövzularımızdan biri mən seçdim ki, tabesiz mürəkkəb cümlə olsun. Tabesiz mürəkkəb cümlə nədir? Tabesiz mürəkkəb cümlədə iki və daha artıq sadə cümlənin, bərabər hüquqlu sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsinə tabesiz mürəkkəb cümlə deyilir. Tabesiz mürəkkəb cümlə nə oldu? Demək, iki dənə sadə cümlə olmalıdır. Tərəflər bərabər hüquqlu olmalıdır. Biri digərindən asılı olmalıdır. Bərabər hüquqlu nə deməkdir? Yəni, biri digərindən asılı deyil. Tərəflər bərabər hüquqlu olur. Məsələn, yazıram ki, tabesiz mürəkkəb cümlə nümunə yazmışam. Mən onu tanıdım, o məni tanımadı. Nə etdim? Tanıdım. Kim tanıdı? Mən. Bax, görürsən bir dənə sadə cümlə. Nə etdi? Tanımadı. Kim tanımadı? O tanımadı. Kimi tanımadı? Məni. Bu da tamamla. Bu da bir sadə cümlə. Bax, bir sadə cümlə, bir dənə də sadə cümlə. Düzdür? Bir sadə cümlə, bir sadə cümlə. Bərabərdir nəyə? Mürəkkəb cümləyə. Tabesiz mürəkkəb cümlə adından göründüyü kimi tabesiz, yəni heç bir şeyə, tərəfləri bir-birinə tabe olmur, yəni. Baxın, necə biləcəyik tabesiz mürəkkəb cümlədir? İnşallah tabeli mürəkkəb cümlə də bunlar haqqında, bunların tabeli və tabesiz mürəkkəb cümlənin fərqləndirilməsi haqqında məlumat verəcəm. Amma elə indi də bir xatırlatma eləyim sizə. Mən onu tanıdım, o məni tanımadı. Tabesiz mürəkkəb cümlə nə oldu? Tərəflər bərabər hüquqlu oldu, biri digərindən asılı olmadı. Baxın, mən onu tanıdım. Bu cümləni mən deməsəm də olar. Mən onu tanıdım. Adi bir dənə cümlə, sadə cümlə deyə bilərəm. Sonra buranı deməsəm, deyə bilərəm, o məni tanımadı. Adi cümlə kimi yaza bilərik, hər birinin ayrı-ayrılıqda. Tabesiz mürəkkəb cümlədə. Sadəcə birləşdirəndə, məna cəhətdən də birləşdiririk. Mən onu tanımadım, o məni. Mən onu tanıdım, o məni tanımadı. Birləşdirib, birlikdə bir dənə cümlə eləyib, tabesiz mürəkkəb cümlə əmələ gətirə bilərik. İkinci nümunəmizə baxırıq. Biz getdik. Getdi kim? Biz. Gəldi. Kim gəldi? O. Görürsən, bir dənə sadə cümlə, yenə də bir dənə sadə cümlə. Bərabərdir nəyə? Tabesiz mürəkkəb cümlə. Hardan bilir tabesiz mürəkkəb cümlədir? Yenə dediyim kimi, tərəflər bərabər hüquqludur, biri digərindən asılı deyil. Həqiqətən də biz şəhərə getdik. Belə nümunəni siləcəm. Biz şəhərə getdik. O bizi tanımadı. O bizi tanımadı. Ayrıca nöqtə qoyuram. Görürsən, hər birini bitirdim. Ayrıca nöqtə qoyuram. Tanımadı ki, o. İndi biz bunu mürəkkəb cümlədə çevirə bilərik. Biz şəhərə getdik. O bizi tanımadı.
Tabesiz mürəkkəb cümlədə nə oldu? Tərəflər bərabər hüquqlu oldu. Biri digərindən asılı deyil. Buna nə adlanır? Tabesiz mürəkkəb cümlə adlanır. Baxın, tabesiz mürəkkəb cümlə ilə həmcins xəbərli sadə cümlələr həmişə səhv sayılır. Bəs necə fərqləndirmək lazımdır? Bu videoya baxandan sonra biləcəyik. Tabesiz mürəkkəb cümlədə tərəflər bərabər hüquqlu olur, biri digərindən asılı olmur. Yəni, sadə cümlənin hər birinin öz mübtəda və xəbəri olur, biri digərindən asılı olmur. Baxırıq, mən onu tanıdım, o məni tanımadı. Bax, görsən, ayrıca mübtəda və xəbər olur. Həmcins xəbərli sadə cümlələrdə isə xəbərlər bir mübtədaya aid olur. İşi görən bir nəfər olur. Məsələn, həmcins xəbərli sadə cümləyə nümunə yazmışam. Mən səni tanıdım, evə dəvət etdim. Tanıyan kimdir? Mənəm. Dəvət eləyən kimdir? Mənəm. Həm tanıyan, həm dəvət eləyən mənəm. Baxın. Həmcins xəbərli sadə cümlə. Tanıdım, dəvət etdim. Kim? Mən. O evi təmizlədi, gəldi. Təmizləyən kimdir? O. Gələn kimdir? Yenə də odur. Yəni deyirəm, mən meşəyə getdim, odun yığdım, evə gətirdim. Meşəyə gedən kimdir? Mənəm. Odunu yığan kimdir? Mənəm. Evə gətirən kimdir? Mənəm də. Xəbərlər bir mübtəda aiddirsə, burada asıllıq yarandı axı, asıllıq yarandı. Demək, həmcins xəbərli sadə cümlə oldu. Demək, tabesiz mürəkkəb cümlədə tərəflər bərabər hüquqlu olmur. Tabesiz mürəkkəb cümləsə tərəflər bərabər hüquqlu olur. Deyirəm, işin hər cümlənin öz mübtəda və xəbəri olur. Həmcins xəbərli cümlələrdə isə xəbərlər bir mübtədaya aid olur. Demək, xatırlatma edirəm. Sadə cümlə nə oldu? Sadə cümlə cümlənin bir qrammatik əsasını təşkil edir, yəni bir mübtəda və xəbəri olur. Mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsinə mürəkkəb cümlə deyilir. Mürəkkəb cümlə neçə yerə bölündü? İki yerə: tabeli və tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlədə nə olur? Tərəflər bərabər hüquqlu olur, biri digərindən asılı olmur. Tabesiz mürəkkəb cümlə ilə həmcins xəbərli sadə cümlə bir-birinə bənzəyirdi. Necə fərqləndirirdi? Tabesiz mürəkkəb cümlənin tərəfləri bərabər hüquqlu olur, biri digərindən asılı olmur. Hər cümlənin öz mübtəda və xəbəri olur. Həmcins xəbərli sadə cümlələrdə isə xəbərlər bir mübtədaya aid olur. Yəni, əvvəlki nümunələrdə göstərdik ki, necə olmalıdır. Sağ olun. İnşallah videolarımız sizin dəyərli olar. Abunə olub bəyənməyi yadınızdan çıxartmayın. Çünki daha çox insanlar yararlansınlar. Sağ olun.